Bugün mənimlə birlikdə ekranda gördüyünüz dırnaqları eləyəcəyik. İlk olaraq sizə dırnağımın əvvəlki halını göstərirəm. Dişimlə qopartmağa çalışsam da inanın ki bunu bacarmadım. Düzdür, aparatla sökməyi nifrət eləsəm də dişimlə qopmadığına görə məcbur belə elədim. Sonra biraz mola verib sizə dırnaqlarımın son halını göstərirəm. Demək olar ki, sökdüm bütün hamısını. Daha doğrusu bəzilərini dişimlə qopartdım. Çünki artıq hövsələm çatmadı. İndi diblərini freza ilə yonacağam. Yəni diblərini açacağam. Barmaqlarım bu arada çox balaca görsənir. Keçək bunları səliqəyə salmağa. Dırnağımın diblərini yoranda özümü həqiqətən terapiyada kimi hiss eləyirəm. Daha sonra buradan lapatka ilə qusaçkanı götürürəm. Sonra keçə-keçə spirtlənirik. Lapatka ilə dırnağımın ətini arxaya eləyib freza ilə keçəndə həqiqətən can rahatlığı olduğuna görə bu üsulla eləyirəm. Daha sonra dırnaqlarımı qusaçkamı spirtləyib başlayıram dırnağımın ətlərini soymağa. İnanırsınız ki, dərimi soyanda o təmiz görüntünü görürəm bu ara. Mənim üçün dünyalardır. Özümü o qədər yaxşı hiss eləyirəm ki, daha sonra acıram, yeni yeyirəm. 86 kilo olmağımın səbəbi baxın bunlardır. Yeməkdən doymuram. Daha sonra tüksüz salfetlə qəşəng dırnaqlarımı silirəm. Demək olar ki, dırnaqlarımı tərtəmiz hala gətirdim. Buradan da göründüyü kimi. İndi tipslərimi seçəcəm. Uzun illər bundan əvvəl aldığım tipsi istifadə edəcəm. Çünki çox rahat bir tipsdir. Ona görə bunu istifadə etməyi düşünürəm. Yapışdırıcı olaraq bunu istifadə edəcəm. Çünki bu çox bərk yapışdırır və bundan çox məmnunam. Burada tipslərimi seçirəm və hər dırnağa uyğun tipsləri ayırıb qırağa qoyub bir-bir yapışdırıb sizə son halını göstərirəm. Daha sonra dırnaqlarımın arasını birləşdirirəm. Yəni elə eləyirəm ki, eyniləşir dırnaqlar. Sonra spirtləyirəm, pilkalayıram. İlk dəfə idi ki, bu uzunluqdan biraz qısaltdım dırnaqlarımı. Çünki gözümə elə daha qəşəng gəldi. Sonra yenə yemək yeyib primer vururam. Daha sonra nazik bir qat baza çəkirəm. Bu arada bazanın kokusunu çox bəyənirəm. Daha sonra əlimi aparata qoyuram. Daha sonra keçirəm kistlərimi götürməyə. Gel kistini və nazik kisti götürürəm. Bu da gel tutağacıdır. Daha sonra başlayıram gelimi qoymağa və sizə göstərirəm ki, necə qoyuram. Son olaraq sizə pilkasız geli göstərirəm. Daha sonra pilkalayıram, spirtləyirəm və sizə təmiz gel görüntüsünü göstərirəm. Ağlımda French tipli bir şey var idi, amma dedim bu səfər bir fərqlilik eləyək. O qədər gözəl görsəndi ki, gözümə çox bəyəndim bunu. Daha sonra top qatını çəkirəm dırnağıma. Dırnaqlarım sanki Pinterestdən bu dəqiqə çıxıbmış kimi görsənir. Daha sonra dırnaqlarımı yağlayıram. Daha çox yağlayıram çünki kutiklam çox qurumuşdu. Əgər bu tərz videoların davamının gəlməyini istəyirsənsə, məni izləməyə ala bilərsən. Səni çox öpdüm.